Fars faşizmi cümlesini işlədirəm. İşlədirdim. Amma son zamanlar düşündüm ki, burada da bir yanlışlıq var. Çünki elə bir Fars var ki, ya da ayrı-ayrı Fars xalqının övladları var ki, onlar da məzlumdur. Onların adına, Fars adına bir faşizmi demək, bəlkə də onları da bir incitmək demək sayılır. Bu baxımdan İranda anti-Türk faşizm adını işlətməyə qərarlaşmış. Nəinki İranda, Rusiyada anti-Türk faşizm. İranda anti-Türk faşizmi. Və bu hər iki faşizmin mərkəzi eynidir. Haradır? Mərkəz eynidir. Haradır? Anti-Türk faşizmi dünyada bəşəri bir gücdür. Onların Batı dünyasında, İngiltərədə, Amerikada və İsraildə böyük bir işbirlikləri var ki, İngiltərə necə gəlir Türkiyəyə? İngiltərənin içərisində Amerikada güclüdür, Amerikanın içində İngiltərə güclüdür. İsrail İngiltərənin içində də var. Daha çox Amerikanın olduğuna görə bugün İngiltərənin özündə də 5-ci kolon var, Zahir bəy. Onlar da olan xilas olmaq istəyir. İranda olan 5-ci kolon daha güclüdür, ondan xilas olmaq istəyir. Dünənə qədər İranda olan anti-Türk faşizmi daha güclüydü. Bugün savaş dönemində daha çox zəiflədi. Niyə? Çünki anti-Türk küresel mafyası İranda böyük darbə yedi, içəridə də mövqelər zəiflədi. Ona görə onlar mövqələrini itirirlər. Biz nədən bugünkü İranı həm də savunuruq? Yəni hələ anti-Türk faşizmi tam mənada əsası güclü deyil, amma yenə var. Buna baxmayaraq biz savunduq. Niyə? Biz görürük ki, anti-Türk faşizmi İranda getdikcə zəifləyir. Bunu savunmaq lazımdır ki, o sıfırlansın. Elə bilirsiniz ki, Azərbaycan Cumhuriyyətinin anti-Türk faşizmi yoxdur. Türkiyədə anti-Türk faşizmi yoxdur. Bugün Azərbaycan Cumhuriyyətində türklük sıxıntı yaşayır. Səbəbi nədir? Anti-Türk faşizmi Azərbaycanda güclü örgütlənib. Moskva tərəfindən olan, örgütlənmədə olan anti-Türk faşizmi gücünü, caynaqlarını ələ qoruyur. Batı dünyasından İsrail və Amerika üzərindən pedofillik, LGBT-çilik və ayrı-ayrı azınlıqlar üzərində qurulmuş anti-Türk faşizmi də daha güclü bir vüsətlə genişlənir, güclənir və bizim içərisimizdə anti-Türk faşizmi bu cürə dış güclərin əlindən küresel anti-Türk faşizmin təşkilatlanmış forması Azərbaycanda da türklük yazır. Türkiyədə türklük yazır, eyni zamanda Türk dünyasının birləşməsinə qarşı mücadilə aparır. Ona görə Tokayev bundan qabaq Kıbrıs Türk Cumhuriyyətini yanlışlığa yol verdi. Bugün o da anti-Türk faşizmin Qazaxıstan içərisində olan gücünün nə qədər zərərli olduğunun fərqində olaraq öz yanlışlıqlarını düzəldir. Azərbaycanda da bu cür addımlar olur. Biz o yanlışlıqlarımızı düzəldiriz Zahir bəy. Sıradan bir məsələ deyil. Anti-Türk faşizm İranda çox güclüdür Zahir bəy. Hakimiyyət özellikle 54-cü ildən sonra Müsəddiq başbakanı yıxandan sonra, Amerika İngiltərəni tam mənada sıxışdırandan sonra, İrana hakim olandan sonra anti-Türk faşizmin fəaliyyəti və təşkilatlanması pik səviyyəsinə qalxmışdır. Savak və savama tam mənada İsrail və Amerika kəşfiyyatının əlinə keçmişdir. 79-cu ildə olan inqilab Amerikanın sıxışdırılması və burada İngiltərədə Amerikadan qisas almaq üçün inqilaba dəstək verib Fransa və Rusiyanın mövqelərinin gücləndirilməsində iştirak edərək anti-Türk faşizminin müəyyən mənada burun əzilməsinə səbəb olmuşdur. Ona görə dini hakimiyyət dövründə anti-Türk faşizmi yuxarıdan aşağı doğru əyilməyə getdi. Son dövrlər Xamneyi Pezişkiyanın qarşısında durmamaqla anti-Türk faşizmə şillə vurdu. Ona görə bəziləri deyir ki, bunlar niyə fikirlərində dəyişkənlir? İran dəyişirsə biz dəyişirik Zahir bəy. Müsbət mənada dəyişirsə bizim fikirlərimizdə müsbət fikirlər formalaşır. Biz anti-Türk faşizmlə, küresel anti-Türk faşizmlə savaş içərisindəyik. O savaşın uzantıları bugün Azərbaycanda da qarşımızdadır. Türkiyədə, Türk dövlətlərinin hamısında, dünyanın hər yerində, İranda və bu Orta Doğuda hər yerdə. Harda daha çox güclüdülər, orada söz sahibidirlər. Birinci London, Amerika, İsrail. Bugünkü mövqelər savaşında İngiltərə təbii ki, fərqli bir mövqe seçməyə keçir. Təklənən Amerika və İsrail cütlüyüdür ki,
Avropa da onun yanında durmaq istəmir. Daha çox təhlükəli bir siyasət içərisinə getdiklərinə görə. Bugünkü Trump da Çinə gedərək müəyyən anlaşmalara və savaşı durdurmaq ona görə çalışır ki, o da antitürk faşizmin caynaqları altında məhv olduğunu görür. O da ondan əziyyət çəkir bugün. Onun caynaqları altında qalsa belə Zahir bəy, pedofil dünyasında Epstein mafiyasının içərisində onu boğmaq istədiklərini görsə də onun içindən çıxa bilmir. Amma o onu tam mənada məhv edir deyə müəyyən çırpıntılar içərisindədir ki, bugün insanlıq anti-insanlığa qarşı vuruşur. Anti-türk faşizmin özü insanlığa qarşı böyük bir mücadilədir. Buna görə də bugün biz həm öz təşkilatlanmamızda, bölgədə baş verən dəyişkənliklərdə ciddi mövqelər sərgilənməli. Özəlliklə Azərbaycan dövlət yetkililəri bu konuda çox ayıq olmalıdırlar. Azərbaycan dövlət yetkililəri Azərbaycan mətbuatında anti-türk faşizmin uzantılarının tam mənada sıfırlamaq uğruna mübarizəyə qoşulmalıdırlar. Dövlətin təhlükəsinə cavab verəcək qurumlarımız anti-türk faşizməyə savaş elan eləmədilər Azərbaycanda. Çünki bu çox vacib məsələdir. Biz nə qədər gücləniriksə, bu anti-türk faşizmdən xilas olmağımızla güclənəcəyik.